Salam, hər vaxtınız xeyir olsun. Bu gün say sistemlərini öyrənəcəyik. Deməli, say sistemləri nədir? Biz bilirik ki, say sistemləri mövqeli, bir də mövqesiz olur. Mövqesiz say sisteminə biz Rum rəqəmini aid edirdik. Mövqeli say sistemlərinə isə məsələn onluq say sistemi və sairəni aid edirdik. Deməli, biz istifadə eləyirik onluq say sistemindən, yəni normal həyatımızda onluq say sistemindən istifadə eləyirik. Onluq say sistemində hansı rəqəmlər var? Biz bilirik ki, rəqəm və ədəd anlayışı fərqli anlayışlardır. Rəqəmlər sıfırdan 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Bu qədərdir. Bəs desəz ki, 10, 11 bunlar nədir? Onu düzəltmək üçün biz baxın 1 ilə 0-ı yan-yana qoyuruq. Yəni yeni bir orada rəqəm əlavə etmirik, yeni bir rəqəm kəşf eləmirik. Və yaxud da 11-i məsələn 58-i düzəltmək üçün 5 ilə 8-i yan-yana qoyuruq və biz burada başqa bir ədəd alırıq. Yəni rəqəmlər olduğu kimi qalır. Ədəd isə daha böyük bir anlayışdır. Yəni 0-dan sonsuzluğa qədər. Bütün ifadələr ədəddir. Yəni yazılanlar ədəddir. Baxın, burada bu neçəlik say sistemidir dedik, onluq say sistemidir. Onluq say sistemində mən əgər yaxından saysam, baxaram ki, burada 10 dənə simvol var. Yəni rəqəm var. 10 dənə rəqəm var. Ona görə buna onluq say sistemi deyirlər. Çünki 10 dənə rəqəmi var. 5 dənə rəqəm olsa 5-lik say sistemi deyərik. 4 dənə olsa 4-lük say sistemi deyərik. Məsələn, belə bir say sistemi var. 0, 1, 2, 3. Baxıram neçə elementi var? 4 dənə. Deməli, bu 4-lük say sistemidir. Və yaxud da sonuncu elementin üzərinə 1 gələrək də tapa bilərik. Məsələn, deyirəm, 3-lük say sisteminin elementlərini yazaq. 0, 1, 2. Düzdürmü? Bəli. Deyirəm, 7-lik say sistemini yazaq. Necə olacaq? 0, 1, 2, 3, 4, 5, 6. 7 olmayasın. Çünki ümumiyyətlə, hər hansı bir say sistemi deyiriksə, həmin ədədin özü o say sisteminə daxil deyil, ondan kiçik ədədlər ta 1-ə qədər daxil. Ondan deyəndə, yəni bu ədədin özündən kiçik ədədlər. 8-lik say sistemi də desəm, bura bir dənə 7 əlavə edəsiyəm. Bu da olasıdır 8-lik say sistemi. Yəni, burada da 8 dənə simvol var. Burada 8-lik deyəndə simvolun sayı nəzərdə tutulur. İndi, baxın, belə bir şey deyirəm. Məsələn, yazıram ki, 25 6-lıq say sistemində. Baxın, 6-lıq say sisteminin göstərməsini indeksdə yazıram. Və yaxud da 32 4-lük say sistemində. Yenə indeksdə yazdım. 65 8-lik say sistemində. 72 7-lik say sistemində. Amma bu ifadə yanlışdır, düzdürmü? 7-lik say sistemində 7 yoxdur deyə mən belə bir ifadə yaza bilmirəm. Axı 7-lik say sistemi 0, 1, 2, 3, 4, 5, 6-dan ibarətdir. Burada mən 70-i necə yaza bilərəm? Bunu özüm bilərək səhv yazdım. Bu şəkildə. İndi bugünkü dərsimiz əsas 2-lik say sistemindəndir. 2-lik say sistemində sizcə elementləri nə olar? 0 və 1 təbii ki. Çünki 2-lik deyirəmsə 2-dən element olmalıdır və 2-dən kiçik olmalıdır. 0 və 1. Məsələn, 1, 0. 2-likdə. 1, 1, 0. Bu da 2-likdə. Məsələn, bu tipli müxtəlif 1, 0, 1, 1. Müxtəlif biz ədədlər düzəldə bilərik və bu oxunanda 1011 kimi yox, 1, 0, 1, 1 kimi oxunması daha məqsədə uyğundur. İndi burada baxın, belə bir ifadə var. Deyilir ki, 5 onluqda, onluq say sistemində. Bu arada onluq say sisteminin indeksi yazılmasa əgər, biz onun onluq olduğunu bilirik. Yəni indeksi yoxdursa biz bilirik ki, bu onluq say sistemidir. Bərabərdir 1, 0, 1 2-likdə. Yəni bu onluqdan 2-liyə keçiddir. Bunu necə eləyirik? İlk öncə hansı ədədi 2-liyə keçirmək istəyirəm? 5 ədədini. 5 ədədini 2-yə bölməyə başlayıram. 5-i 2-yə böləndə 5-in içərisində 2 dəfə yerləşir. Məsələn, 2,5 yazıb özünüzü çaşdırmayın. Çünki biz burada tam yerləşmədən söhbət gedir. Onluq kəsrindən biz işləmirik. 2 dəfə yerləşir. 2-ni 2-yə vururam 4, 5-dən 4 çıxıram 1. Bu qalığı həmişə yazırıq. Qalıq 0 da olsa, 1 də olsa yazırıq. Sonra 2 2-yə bölünürmü? Bəli.
Axırda 1 alınana qədər yazasıyam. 2-ni 2-yə bölürəm. 2-nin içərisində 2 bir dəfə olur. Bir dəfə. 2-ni çıxıram və alıram 0. Və ən sonda, baxın, ən sonda aldığım nəticələri sondan önə doğru sıralayıram. 1, 0, 1. Deməli, burada baxın, eyni 1, 0, 1-i burada da yazmışıq. İndi məsələn, başqasını yazaq. Tutaq ki, yazıram 9 ədədi onluqdadır. Bunu keçirmək istəyirəm ikiliyə. Burada x yazdım. X-i görək neçədir. Yenə 9-u neyniyirəm? 2-yə bölürəm. 9-un içərisində 2 neçə dəfə yerləşir? 4,5 demirik. 4 dəfə tam yerləşir. 4-ü 2-yə vururam. 8, qalığım oldu 1. Sonra 4 2-yə bölünürmü? Bəli, bölünür. 1 də bölürəm. 4-ün içərisində 2 dəfə. 2-nin 2-yə 4, qalığım oldu neçə? 0. Bu 0 da həmişə yazılmalıdır. 2-ni 2-yə bölürəm. 1 dəfə, 2-dən də 2 çıxıram, 0. 1 2-yə bölünürmü? Xeyr. Burada 1 olana qədər çalışaq ki, davam edək. İkilik sayı sistemində. Və yenə sondakıları yumurluyuram. Və neyniyirəm? Sondan əvvələ doğru düzürəm. Deməli, 9 onluqda bərabərdir. 1. Baxın, bu 1. Sonra 0. 0, 1. Burada, ümumiyyətlə, bunda da ondan əvvəlkində də bir iş oldu ki, sondan əvvələ də düzəndə, əvvəldən sona düzəndə də eyni rəqəm oldu. Ona görə indi digərinə diqqət edək ki, eyni olmasın. Məsələn, yazıram 15. 15 onluqdadır. Bunu çevirək ikiliyə. Baxaq görək necə olur. 15-i bölməliyəm, düzdürmü? 15-i bölüm 2-yə. Neçə dəfə düşür 15-in içərisində 2? Bəli, 7 dəfə. 7-ni 2-yə vuranda 14, 15-dən 14 çıxıram, 1. Doğrudurmu? Doğrudur. Sonra 7 2-yə bölünür, təbii ki. 7-nin içərisində 2, 3 dəfə. 3-də 2, 6, qalıq qaldı 1. 3-ü 2-yə bölürəm. 1 dəfə. Ancaq 2-yə bölə-bölə gedirəm. Çünki niyə? İkilik sayı sisteminə keçmək istəyirəm. 1 dəfə. Buradan da 2 çıxdım, qaldı 1. İndi öndən, sondan əvvələ doğru gedirəm. Deməli, nə olasıdır? 1. Baxın. 1. Sonra bu 1. Sonra bu 1. Sonra bu 1. İkilik sayı sistemində. Bu da 15 onluq ədədinin ikilik yazılışıdır. Tərslikdən bu da. Əvvəldən də sondan da yazılanda eyni cür ədəd oldu. Sonra 16-nı yazaq. 16 onluqda bərabərdir. X ikilikdir. Yenə 16-nı bölürəm. 2-yə. 16-nın içərisində 2 tam yerləşir. 2 tam yerləşir. 8 dəfə. 16-nı çıxdım. Bundan ötürü bu arada bizə riyaziyyat lazımdır. Çox güclü olmasa da ən azından vurma bölmə cədvəlini yaxşı bilməliyik. 0. Qalığı yazmalıyıq. Bax, bu qalığı biz bura yazmayanda çox şey itiririk ya. Qalıq yazılmalıdır. Sonra 8-i neyniyirəm? 2-yə bölürəm. Neçə dəfə düşür? 4 dəfə. Çünki ikilik sayı sisteminə keçirəm. Sonra 8-i çıxıram. 4-ü 2-yə vuranda 8 edir. Yenə 0. 4-ü 2-yə bölürəm. Yenə 2 dəfə. 4-ü çıxıram 0. 2-ni də 2-yə bölürəm. 1 dəfə. 2-ni də çıxıram 0. İndi baxaq. Sondan önə doğru, qabağa doğru, əvvələ doğru sıralamalıyam. 16 onluqda bərabərdir. 1, 0, 0, 0. 1, 0, 0, 0 ikilik sayı sistemində. Ümid edirəm ki, bu qədər nümunə kifayət olar. Yəni, bölə-bölə gedirik. Burada qeyri-adi heç bir şey yoxdur. İndi isə bu prosesin tərsini izah edəcəyəm. Yəni, məsələn, biz bildik ki, artıq 16 onluqda olanda ikilikdə 1, 0, 0, 0-dır. İndi təsəvvür edin ki, bunu verməyib. Deyir ki, 1, 0, 0, 0 ikilik sayı sistemində verilərsə, bu onluq sayı sistemində neçədir? Ya da sual işarəsi yazın. Bu onluq sayı sistemində neçədir? Bu zaman biz verilən ədədin üzərini neyləyirik? Sırayla sağdan sola doğru, yəni bu istiqamətdə nömrələyirik. Nömrələmə 0-dan başlanır. 0, 1, 2, 3. Hara qədər çatsa, ora qədər nömrələyirəm. Yəni, burada 3-ə qədər çatdım. İndi nə edirəm? Deməli, baxın, bu 1-i yazıram. 1 vurulsun.
Bu 2-nin üstü buradakı 3. Sonra plus. Bu 0'ı yazıram. 0 vurulsun 2-nin üstü 2. Buradakı 2'lər bu 2-dir, bu əmsaldakı 2. Üstlər isə 3, 2 bu üstlərdəki. Sonra plus 0 vurulsun 2 üstü 1. Baxın, söhbət bundan gedir hal-hazırda. Plus 0 vurulsun 2 üstü 0. Məlum məsələdir ki, bu 0, bu 0, bu 0. Hamısı 0 olasıdır. 0-ı nəyəsə vuranda 0 eləyir. Deməli, bu 2 üstü 3 neçə oldu? 8 oldu. Mən burada burada bir şey, baxın, diqqət eləməmişəm. Ekrana yaxınlaşdırmışam, nəzərdən qaçıb. 16-lıq say sistemində burada bir dənə də ən sonda 0 var. Onu yazmamışam. Əslində burada 4 dənə 0 olmalıdır. Bu bizim 3 dənə 0 ilə yazdığımız 8 ədədidir əslində. Ya da məsələn, bayaq burada 15-i yazmışdıq. Ona baxaq. 15 necə yazılıb? Baxaq. 1, 1, 1, 1. Düzdürmü? 1, 1, 1, 1, ikilik say sistemində. İndi bu deyirəm ki, onluq say sistemində neçədir? Yenə üstünü neyniyirəm? 0-dan başlayıb nömrəliyirəm. 0, 1, 2, 3. Yenə bu 1 vurulsun 2 üstü 3 plus. O birisi 1 vurulsun 2 üstü 2 plus. Bu başdan 3-cü 1 vurulsun 2 üstü neçə? 1. Üstü buradakıdır. Sonra plus 1 vurulsun 2 üstü 0. İndi baxıram, nəyə baxıram? 2 üstü 3, 2 vur, 2 vur, 2 deməkdir. 2-ni 3 dəfə düzünə vuranda 8 edir. 1-ə də vuranda yenə 8 edir. Plus 2 üstü 2, 2 vur 2 deməkdir. Yəni 4. Burada biz qüvvət funksiyalarını riyaziyyatdan yaxşı bilməliyik. Qüvvət. Plus 1 vurulsun 2 üstü 1. 2 üstü 1 2-dir. 1-i də 2-yə vuranda 2. Plus 1. 1 niyə? Baxın, ümumiyyətlə burada belə bir qayda çıxardıram. Hər hansı bir ədədin, məsələn 2 üstü 0, 4 üstü 0, 15 üstü 0, 1000 üstü 0. Hamısının qiyməti 1-dir. Deməli, bütün ədədlərin üstü 0 1-ə bərabərdir. 50 üstü 0 neçədir? 1-dir. 100 üstü 0 1-dir. 45 üstü 0 1-dir. Yəni, hər bir şeyin üstü 0 1-dir. Sadəcə 0 üstü 0 0-dır. Bu da məlum məsələdir. 0-dır deyə burası. Aydındırmı? Ona görə də burada 2 üstü 0 1 olduğuna görə, 1 vurulsun 1 də 1 olduğuna görə burada 1 yazdım. İndi 804 bunları da toplayanda baxıram ki 15 edir. Yəni, burada bayaq yazdığımız cavab ən yuxarıda. İndi, baxın bunu eləyək. Deməli, 101, deməli, 101 ikilikdə 5 idi. Yuxarıda yazmışıq. İndi bunu eləyək. Yenə üstdən düzürəm. Yenə 0, 1, 2. Düzdür. İstəsiniz videonu dayandırın, özünüz hesablayın görək 5 alınırmı? Neyniyirəm? Sondakı 1, sondakı deyəndə əvvəldəki 1. Vurulsun 2 üstü 2. Plus 0 vurulsun 2 üstü 1. Plus 1 vurulsun 2 üstü neçə? 0. O da bərabərdir. 2 üstü 2 bilirəm ki 4-dür. 4-ü 1-ə vuranda 4 edir. Plus 0-ı nəyəsə vuranda 0 edir. Bunu toplamıram. Ya da toplayım, nə dəyişəsiz? Plus 2 üstü 0 neçə idi? Az əvvəl dedim. Neçənsə üstü 0 neçə edirdi? 1 edirdi, bəli. 1-i də 1-ə vuranda 1. Deməli, bunu da toplayanda 4 plus 0 plus 1 neçə edir? 5 edir. Yəni, onluq say sistemində 5. Sonra, burada hansı qaldı bizim yazmadığımız? 9 qaldı. 9 da baxıram ki, 1, 0, 0, 1-dir. Deməli, 1, 0, 0, 1. İkilik say sistemində. Görək 9-u ala bilirikmi? 0, 1, 2, 3. Deməli, necə yazırdım? 1 vurulsun 2 üstü 3, plus 0 vurulsun 2 üstü 2, plus 3-cü 0 vurulsun 2 üstü 1, plus 1 vurulsun 2 üstü 0. O da bərabərdir. 2 üstü 3, 8. 1-ə də vuranda 8. 2 üstü 2, 4-dür, ancaq 0-a vuranda 0 edir. Burada da 0 edir. Yəni 0 plus 0 yaza da bilərəm, yazmaya da bilərəm.
Plus neçə? 2 üstü 0 neçə olurdu? Bayaq dedik 1. 1-i də 1-ə vuranda yenə 1. Bu da oldu 8 plus 0 plus 0 plus 1. Bu da oldu 9. Düzdürmü? Hansı ki bu 9 burada da yazılmış idi. İndi baxın belə bir şey eləyək. Məsələn, yazıram ki 1, 1, 0, 1, 0. Bu ədədi, ikilik ədədini deyirəm onluğa çevirək ki, görək bu onluqda neçədir? Neyniyirəm? İlk öncə üstünə sırayla düzməliyəm. 0, 1, 2, 3, 4. Düzdür. İndi yazaq. Baxın, səhərdən də biz 3-ə qədər düzə bilirik. İndi 4-ü də sığdı da. İndi burada 5 dənə rəqəm var. 4-ə qədər sığdı. Yazıram bu. 1 vurulsun 2 üstü neçə? 4. Plus. Digər 1 vurulsun 2 üstü 3. Plus. 0 vurulsun 2 üstü 2. Plus. 1 vurulsun 2 üstü 1. Baxın, buranı yazdım. Plus 0 vurulsun 2 üstü neçə? 0. Ən sonda. İndi bunu hesablayaq. Deməli, 2 üstü 4 neçə edir? 2 vur, 2 vur, 2 vur, 2. 4 dəfə 2-ni öz-özünə vururum. 16. 1 vur 16. Bu da 16 edir də, düzdürmü? Plus. 2 üstü 3 8 edirdi. 1 vur 8-də elə 8 edir. Sonra plus. 0-ı nəyəsə vuranda 0 edir. Plus 0. Burada yaza bilərəm. Plus. 2 üstü 1. Baxın, bu hissəni deyirəm. 2 üstü 1 2-dir. 2-ni 1-ə vuranda 1 vur 2. 2 edir. Plus 2 üstü 0 neçə idi? 1 idi. 1-i də 0-a vuranda 0 edir. Yəni eyni şeydir bu arada. İkisi də. Yəni burada yazdığımla bu altda yazdığım eyni şeydir. İndi hesablayaq. 16 plus 8 plus 0 plus 2 plus 0. Bunun cavabı olasıdır neçə? 26. Düzdürmü? Onluq say sistemində. Deməli, bura 26 imiş. 26 onluq say sistemində. Buranı qaralayaq. İndi baxın, belə bir iş eləyəsiyəm. Görək, 26-nı onluq say sistemində olan 26-nı mən ikilik say sisteminə çevirsəm, həqiqətən 1, 1, 0, 1, 0 alınarmı? Baxaq. Onluq say sistemindən ikiliyə necə keçirdik? 26 onluqda bərabərdir. Sual işarəsi ikilikdir. 26-nı neyniyirəm? 2-yə bölürəm. 26-nın içərisində 2 neçə dəfə yerləşir? 1 dəfə. 2-ni çıxdım. 0. Sonra 6-nı düşürürəm. 6-da da 3 dəfə. Yəni 13 dəfə. Yəni 3-ü 2-yə vurdum. 6, 0. Düzdürmü? Yəni axırda 0 aldım mı? Aldım. Yəni 0 ya da 1 almalıyam da. İkilik say sistemində başqa ədəd yoxdur. 13-ü 2-yə bölürəm. 13-ün içərisində 2 6 dəfə yerləşir. Düzdürmü? Bəli. 6-nı 2-yə vurdum. 12, 13-dən 12-ni çıxdım. 1. Sonra 6-nı 2-yə böldüm. 3 dəfə yerləşir. Yenə 6-nı çıxdım. 0. 3 2-yə vuranda 6 edir. 3-ün içərisində yenə 2 yerləşir. Neçə dəfə? 1 dəfə. 2-ni yenə çıxdım. 1. 1-in içərisində artıq 1 yerləşmir. Baxıram ki, deməli, sondan əvvələ doğru yumurlasam, deməli, 1, 1, 0, 1, 0, ikilikdə say sistemini aldım. Görək, bayaq da elə idimi? 1, 1, 0, 1, 0. Baxıram, bəli. Baxın, eyni ifadəni almışıq. Biz burada, baxın, eyni şeyi almağımız o deməkdir ki, deməli, bizim misalımız düzgün hesablanıb. Əgər, məsələn, birində, məsələn, 1, 1, 0, 1 verilən ifadəni hesabladım, 26 aldım. Sonra 26-nı çevirəndə 1, 1, 0, 0, 1 aldım. Sa əgər. Deməli ki, mən hardasa hesablama səhv eləmişəm. Ya ikilikdən onluğa keçəndə, ya onluqdan ikiliyə keçəndə. İndi, baxın, öyrəndiklərimizi bir dənə ümumiləşdirək. Birincidə biz öyrəndik ki, ikilik say sistemindən onluq say sisteminə keçməyi. Daha doğrusu, birinci tərsini öyrənmişdik. Onluqdan ikiliyə keçməyi. Onluqdan ikiliyə keçəndə qayda necə idi? Bölmək qaydası. Düzdürmü? Bölə-bölə gedirdik. Və sondan qalıqları sondan əvvələ doğru sırayla düzürdük. İkinci isə öyrəndik ki, biz ikilik say sistemindən onluq say sisteminə keçməyi. Bu zamanda ikilik say sistemində verilən ədədin üzərinə 0, 1, 2, 3 bu şəkildə nə qədər sığsa ədədlər düzürdüm və sondakı, məsələn, başdan başlayırdım. Məsələn, belə tutaq ki, 1, 1, 1, 0. 1 vurulsun 2 üstü 3.
Bu şəkildə yazıb hamısını toplayırdım, hesablayırdım və onluq say sisteminə keçirirdim. Baxın bir şey də deyim burada son olaraq. Tutaq ki, siz hər hansı bir say sisteminə çevirəndə, məsələn, 7-ni çevirək. 7-ni 7 onluq say sistemindən 2-liyə çevirəndə 3 dəfə olur. 6-nı çıxdım, qaldı 1. Biz bunu məsələn belə yaza bilərikmi? 31 ikilikdə. Təbii ki, bunu belə yaza bilmərik. Çünki niyə? Birincisi, ikilik say sistemində 0 və 1 var. Bu ikilik say sistemidir. Yəni ikilik say sistemi ancaq 0 və 1-lərdən ibarət olmalıdır. 3 burada olmaz. Həm də ki, 3 axı 2-yə bölünür. Mən bunu davam elətdirməliyəm. Oldu. Nə vaxtsa ki, görsəz ki, burada məsələn ikilik say sistemində 3 almısınız, beşlik say sistemində 6, 7 almısınız, deməli sizin hesablamanız səhvdir. Aydındır? Ümid edirəm ki, bu qədər izahat kifayət oldu. Sağ ol. Görüşərik.